Gürcüstanda sel suları soydaşlarımızı öz əhatəsinə alıb. Bu ölkədə yaşayan Azərbaycanlılar olmazın əzablar içindədir. Amma yaranan duruma çarə qılan tapılmır. Aramsız yağan yağışlar Gürcüstanın Kaxeti bölgəsində yaşayan minlərlə həmyerlimizin təsərrüfatına zərər vurub. Sel suları əkin sahələrinə, meyvə ağaclarına ziyan vurmaqla yanaşı, bəzi evləri də təhlükədə qoyub. Kənd sakinlərinin sözlərinə görə onlar təhlükə ucbatından evdə gecələməkdən də çəkinir. 3 taxta soğan aparıb, karton aparıb, noğlu aparıb, bütün arası 400-500 alıb bizə bu su zarar verir. Əkimizi aparıb, bütün hamısını elə bilmirik qışqın nə yiyəcək, nə duracaq, hamısını yuyub bütün. Çarəsiz kənd sakinləri deyir ki, təbii fəlakətə süni münasibət var. Dəymiş zərərlə bağlı araşdırılma aparılsa da bunun heç bir nəticəsi yoxdur. Talevi rayonunun Qaracalar kənd icra nümayəndəsi isə bildirir ki, sakinlərin şikayəti əbəs yerədir. Problemlə bağlı müvafiq tədbirlər görülür. Gece göz yanında duruq. Bir qorxulandı yanlarında duruq. Elə ki, keçən dəfə elə vaxt etkin yağış çox artmışdı. Biz onsuz da getdik, qonşuda kənddən traktor getdik. İki traktor 8 kömək elədik, qorxuyu başımızdan atdıq. Sakinlərin istəyi isə məsələni kökündən həll etməkdir. Çünki qabaqcadan görülməyən tədbir sonraki fəsadla nəticələnir. Elvin Basqallı, Nadir Almazoğlu, Məsim Əhmədov, Son Xəbər, Gürcüstan.